Bir dənə səsi deyirəm. Salam, mən maşın sürürəm, amma hər sürəndə nəsə bir problem çıxır da. Yoxsa maşın da sürürəm, pravam da var. Sadəcə yol qaydalarım zəif olduğu üçün hər dəfə bir cəriməyə düşürəm, hər dəfə nə bilim polis saxlayır, bir problem yaşayıram. Dedim, amma 1-2 aylıq lazımdır, elə çox imtahana girəsi deyiləm mən. Bax, mən buna görə deyirəm ki, nəzəri dərslər həm xanımlar, həm də bəylər üçün vacib. Ola bilər ki, sənin sürücü vəsiqən var. Ola bilər ki, sənin avtomobilin var. Ola bilər ki, sən 2 ildir, 3 ildir avtomobil sürürsən və heç bir qəza törətməmisən. Amma bu o demək deyil ki, sən bütün qaydaları bilirsən. Ola bilər ki, sən stop nişanı tanıyırsan, altındakı bu nişanı da tanıyırsan, yaxud svetofor da tanıyırsan. Amma bəzi qaydalar var ki, sən onu tanımaya bilərsən. Gör, nə qədər qayda var. Yəni, burada kim bilir keçməli. Elə situasiyalar ola bilər ki, orada sən bilməzsən avtomobili necə dayandırmalıyam. Yaxud mənə cərimə yazıla bilərmi? Yəni, burada bu nişan nəyə qadağan edir? Bunun altındakı nişanı ilk dəfədir görürəm. Əslində, bu ilk dəfə gördüyün nişan deyil. Bu zaten var idi. Ya sən detallı öyrənməlisən ki, sabah qayda pozmayasan, sən yersiz cərimələməyəsən, yaxud da çətin vəziyyətə düşməyəsən. Çünki elə situasiyalar var ki, onu gərək sən nəzər hissəsini biləsən. Dar düşüncəyə malik olmaq olmaz. Adam var deyir ki, mən rayonda avtomobil sürəcəm, Bakıya getməyəcəm. Ancaq kənddən işə gedib gələcəm. Mənə ehtiyac yoxdur qaydalar. Bundan bizim kəndimizdə yoxdur. Sən elə düşünmə, sən geniş düşün. Gələcəkdə Bakıya da gedəsən, başqa ölkədə də avtomobil sürəsən. Ona görə də tramvay yolu yoxdur məsələn, bizdə tramvay yolu da bilməlisən. Məsələn, svetoforun sağ bölməsidir. Bu halda necə keçmək olar? Biri var cərimə yazılandan sonra öyrənəsən. Bir də var indidən bu şeyləri bilmək vacibdir. Çünki qaydalar çoxdur həqiqətən də. Diqqətiniz üçün təşəkkür edirəm.